93-cü ildə məni həbs eləmişdilər, Yasamal rayon polisinə aparmışdılar. Evdən gəlib həbs eləmişdilər və orada bu Mirqafar Seyidovdur deyəsən, Mirqafur Seyidov deyəsən, o onda muavir işləyirdi orada. O göstəriş verdi ki, aparın bunu döyün. Məni aparıb döysünlər başlasın. Çünki orada bəzi aramızda bir söhbət oldu, muavir işləyirdi onda Yasamalda. Aramızda bir söhbət dedi, aparın bunu başa salın. Başa salın deyəndə, mən də istədim buna yenə acıqlı cavab verim. Yanımda olan o polis dedi ki, olmadı dedi, gedək. Dedi ki, Mirqafur Seyidov bununla demək istəyir ki, səni presləyək. Presləmək bilirsiniz də, döymək, işgəncə vermək. Amma dedi, mən səni heç vaxt həyatım boyu sənə qaldırmam. Dedim, niyə? Dedi ki, çünki mən Qazaxstanda işləyirdim. Qazaxstanda yaşayırdım və Qazaxstanda işləyirdim. Mən milli hökumət hakimiyyətə gələndə 92-ci ildə müraciət elədim İskəndər Həmidova Daxili İşlər Nazirinə və İskəndər Həmidov dərhal məni işə götürdü, pulsuz, parasız, heç nəsiz, yəni heç bir şeysiz. Və mən dəhşətə gəldim ki, necə yəni Azərbaycanda deyirlər hər şey pullandı, amma bu da pulsuz məni işə götürdü belə və o gündən bura bir ildən çoxdur mən artıq bu sistemdə işləyirəm və mən özümə söz vermişəm ki, mən heç bir zaman bu xalqın adamlarına əl qaldırmayacağam. Bilmirəm, o zamandan sonra mən onu görmədim, həyatım o bir daha rastlaşmadım. Bilmirəm, o insan məni dinləyir, bilmirəm, o insan polisdə işini davam edir, bilmirəm, o insan başqa yerə getər, nəysə. Amma o dövrdə kütləvi şəkildə Rusiyadan, Qazaxstandan, Orta Asiyada olan soydaşlarımın içərisində polisdə işləyənlər çoxlu şəkildə gəlirdilər və çoxsu da döyüşə gedirdilər. Qarabağda döyüşə gedirdilər dostlar. Əksəriyyəti. Və sonra bu Heydər Əliyev hakimiyyətə gələndən sonra 93-cü ildən sonra bir çoxsunun həyatı məhv oldu. Çünki təmiz insanlar idilər, saf insanlar idilər. Azərbaycanda bu polis sistemində iyrənclərə qoşulmaq istəmədilər, qoşula bilmədilər. Onlarla barışmadılar. Bir çoxları geri qayıtdılar. Bəlkə də geri qayıdıb, bilmirəm, təzədən öz işlərinə bərpa oluna bilmədilər. Bəziləri döyüşdə öldü. Amma yəni deməyim odur ki, dostlar, biz heç bir zaman xaricdə olan insanlarımıza sahib çıxa bilməmişik. Onların başına oyunlar açmışıq hər zaman. Biz deyəndə Azərbaycan dövlət hökumətindən söhbət gedir. Çünki 1969-cu ildən bu hakimiyyət Əliyevlərin əlindədir və Əliyevlər istədikləri qədər bu xalqın dəyərli övladlarını məhv ediblər. Potensialını məhv ediblər. Həbsxanalarda bugün çürüyən insanların böyük əksəriyyəti ləyaqətli insanlardır. Ən azından, baxın, Qubad İbadoğlu'nun başına gətirən oyunları görürsünüz. Qubad İbadoğlu Azərbaycanın ən samballı, ən dəyərli, ən savadlı, ən ağıllı insanlardan biridir. Amma onun başına nə onu gətirirlər? Fərqi yoxdur, onun siyasi bacarığı var, yoxdur. Mən belə hesab edirəm ki, Qubad İbadoğlu'nun siyasi bacarığı yoxdur. Amma elmi potensialı var, iqtisadiyyatı gözəldir. Onu iqtisadiyyat sahəsində Qubad İbadoğlu'nu gözəlcə istiqamətləndirib işlətmək olardı. Yəni, işləyə bilər, Azərbaycan tövbə verə bilərdi. Ondan sonra onunla bərabər həbs edilən Qasımov olmalıdır məncə familiyası. Baxın, o da talantlı bir oğlan. Ona nə işgəncələr verirlər, bugün də həbsxanada çürüyür. Samir Saniyev adlı gəncimiz. O gənc bugün də Azərbaycan Xalq Parlamentində həbsxanada ola-ola xalqımız ona var olsun səs verdi və Azərbaycan Xalq Parlamentində millət vəkili seçildi. Bugün də millət vəkilidir və bizim bir neçə millət vəkillərimiz var ki, həbsxanada 4 millət vəkilimiz hal-hazırda həbsxanadalar, dəyərli dostlar. O da istedadlardan biridir Samir Saniyev. Neyniyib Samir Saniyev? Bu Eurovision məsələsinə etiraz elədiyinə görə ömürlük həbs ediblər dostlar. Vətən xaini adı altında ki, Eurovision, çünki İlham Əliyevin Azərbaycan sırdığı məsələlərdən, necə ki bu Formula 1 məsələsini sırıyır Azərbaycana və Azərbaycan xalqına qədər vəziyyət çəkir, ona etiraz elədiyi üçün bu adama və onunla bərabər 20-yə yaxın şəxsə 20 il, 25 il, nə bilim mən 15 il, ömürlük, neçəsi ömürlük iş veriblər, məhv edilir. Niyə? Çünki o gənclər, hamısı ali təhsili bir qrup gənclər idilər ki, deməli, Azərbaycanda istənilən məsələyə etiraz edə bilərdilər. Və onların qarşısını alırlar, onları həbsə salırlar. Dəhşətli, necə deyərlər, işgəncələr verirlər. Bugün də Samir Saniyevin, demək olar ki, hər şeyini itirdi Samir Saniyev. Bir dənə xəstə anası qalıb, xəstə anası da bəzi hallarda Samir Saniyevlə əlaqə qura bilir ki, geçsin yanına, gəlsin, ona nə yaparsın? Bu şəkildə. Dostlar, bu hakimiyyət, bu rejim kimləri məhv eləməyib? İndi bugün bizə Azərbaycanda yəni yenilik kimi sırmaq istədilər bir məsələ. Azərbaycanı bilirsiniz nə günə salıblar?
Bu günləri biz nəyə sevinəcəyimizi bilmirik. Nəyə kədərlənəcəyimizi bilmirik. İcra başçısı bir İlham Əliyevin bir tayı, özünün bir tayına eşşək İslamı ləqəb elədi, mən qoymamışam. Həbs elədiyi üçün biz sevinirik. Amma heç bilmirik niyə sevinirik. Nə fərq var? O eşşək İslamı çıxardacaq, yerinə başqa bir eşşəyə qoyacaq. Bir misal da çəkim. Bir gün bir nəfərin adı eşşək, elə İslam deyək. O ləqəblə yaşayırmış, bir gün cəmaata deyir ki, ay cəmaat, mənə niyə bu ləqəbi deyirsiniz? Necə, mən neyiniyim ki, bu ləqəbi üstümdən götürəsiniz? Deyirlər ki, gəl bir qoç al, kəs, yeyək, içək. Ondan sonra götürək, görək də orada da sən eşşək adam deyilsən də, insanlığın var sənin, gəl sənin adını dəyişək. Yığışırlar, yeyirlər, arvada deyir, arvad da, görürsən nə yaxşı, bax, mənim üstümə adımı götürəcəklər, gedir, yeyirlər, içirlər, mən neyirlər, axırda gəlir, sevinə, arvad, mənim o adımı üstümə götürür, daha mənə eşşək İslam deməyəcəklər. Misal üçün, yəni başqa bir ad da ola bilər. Deyir, arvad da deyir, kişi çox sevinirsən, görürəm, mən nə ad qoydular, deyir, qoduq adı qoydular, qoduq İslam olacaq ondan sonra. Deyir, kişi nə fərqi var, qoduq da böyük bir eşşək olacaq. Çox üzr istəyirəm bu ifadələrə görə, dəyərli dostlar. İndi bizim nəyə sevinirik? Sevinəcəyimiz nə var burada? İslam Rızayevi o eşşək İslamı çıxardıblar. Yerinə bir qoduğun birini qoyacaq, o da böyük bir eşşək olacaq. Yəni bizim üçün heç bir fərqi yoxdur. Biz buna sevinməli deyilik çox da belə şeylərə. Niyə sevinməli? Biz nəyə sevinməliyik? Biz bu sistemin getməsinə sevinməliyik dostlar. Bax, bu rejimin getməsinə sevinməliyik. Əliyevin rədd olub getməsinə sevinməliyik və onun yerinə yeni bir insan gəlməməsinə sevinməliyik ki, xalqın adamı gəlsin. Biz buna sevinməliyik. Biz buna çalışmalıyıq, vuruşmalıyıq, döyüşməliyik, bunun uğrunda döyüşməliyik.